Şamil, o gözü ilə nəyisə görübmü? Bilmirəm. Yəni sənə göstəribmi nəsə gördüyünü? Yəni də o niyə danışmaq istəmirəm bunları. Çünki əgər heç nə görməyibsə, yəni əlində bir sübut ki, bax sən Şamil mənə xəyanət eləmisən və ya kimlənsə görüşmüsən, sən başqa bir qadına gedib illərdir sevgili olmuşsan, başqa bir qadınla eşq yaşayırsan, mümkün deyil. Sən bir başqa qadına qadının deyib sahiblənirsən. Mümkün deyil. Belə bir şeylərin olmayıb. Yox, o dediyin o məsələlər dünya iki olar, mən yolumu azmaram heç vaxt. O şeylər mümkün deyil. Yəni sən Fidanın üzərinə gül qoxlatmamısan. Xeyr. Biz qadınlar Mən aləmə həmişə dəyər vermişəm. Düyün də dəyər verirəm. İnan ki, izləyiciləri izləyirlər. Bilməyənlər və rəy bildirənlər çox olacaqlar. Amma mən bilirəm, mən əminəm. Tək elə hər kəs Şamil kimi öz ailəsinə sahib çıxsın. Həqiqətən. Bax, açıq deyirəm, bir qadın kimi deyirəm. Bir çox qadında olmayan Fidanda olardı. Bir çox qadının geyinmədiyi, yəni taxmadığı hədiyyələri, hər zaman diqqəti, gülü, çiçəyi ki, Fidana gedən sən tərəfdən hədiyyələr də elə belə hədiyyələr olmayıb. Yəni mən də onu gözəl bilirəm. Hava xoş. Möhtəşəm. Boşanandan sonra belə gözəl danışmaq, elə bu həqiqətən... Yox, başqa cür danışa bilmərəm axı. Dünyanın iki dənə ən böyük varlığı mənə verib. Mümkün deyil, mən başqa cür danışmam. Dünyanın iki dənə varlıqda o uşaqlar üçün, yəni aldığım nəfəs odur. Yəni onu hamı da bilir. Fidan indi valideynləri ilə yaşayır. Xeyr. Yəni mənim evimdə. Yəni ev deyəndə ki, tikdiyim bağda. Tikdiyin bağda, sənin tikdiyin bağda yaşayır, uşaqlarla. Düzdür, onun da hansı bir dəstək olub, yəni Allahdan danışmaq lazımdır. Düzdür, o saatda gedir söhbətlər ki, atası tərəfindən tikilib verilib mənə, o əqidəmdə belə bir şey yoxdur mənim. Ki, mənə kimsə Fidanın atasının heç bir rolu olmayıb o evin tikilməsində. Dəstək olmağına, dəstək başqadır, rol başqadır, eləmək başqadır. Maddi dəstək. Bunlar başqa bir faktorlardır, başqa bir şeydir. Biri var ki, eləyib, biri var kömək, biri var dəstək.